Carl Gustav Jung'un Din və Psixoanaliz adlı bir əsəri var. Erik Fromm da eyni mövzuda ona toxunub. Orada qəşəng bir sözü var. Deyir ki, dəhşət əsərdir. Bizlə keşiş arasında fərq yoxdur. Deyir, onların ruh olaraq araşdırdığı predmetə biz psixika deyirik və bizə qədər keşişlər bizim işləri görürdü. Albert Ellis'in bir əsəri var. Bu düşüncənin əməlimizi və hissə təsirindən danışır. Maraqlı yanaşmaları var və qəşəng fikirləri də var. Orada belə bir mövzunu açır. Deyir ki, ümumiyyətlə bir insan psixoloqun yanına getməməklə öz problemini həll edə bilər, yoxsa yox. Fərdi inkişaf kitabını oxumaqla biz dərdimizə dəva tapa bilərik, yoxsa yox. O deyir ki, burada 2 dənə məşhur fikir var. Bir Carl Rogers'ın fikridir. Peşəkara müraciət eləməlisən. Albert Ellis deyir ki, mən və məni kimi düşünənlərsə deyirlər ki, bir yerə qədər sən mütəxəssisin yanına getmədən də psixoloji problemləri həll edə bilərsən. Sonra belə bir örnək verir. Deyir ki, məsələn, psixologiya 19-cu əsrin ikinci yarısında fəlsəfədən ayrıldı, müstəqil elm kimi formalaşdı. Deyir, dünənə qədər bu insanlar psixoloji problemlərini necə həll edirdilər? Psixoloq peşəsi də yox idi. Deyir, onlar gedirdi el ağsaqqallarının yanına, keşişlərin yanına, müdriklərin yanına. Ana affirmasiya verir. Sənə deyir ki, bala bacaracaqsan, laylasında, nağılda. Bu nədir? Bu sənə deyir ki, sən əjdahadan da güclüsən. Gedirsən yaşlı kişinin yanına, aləmdə problem var. Sənə nə deyir? Bala səbirli ol. Eyni mövzunu ailə psixologiyası deyir. Deməyim odur ki, dünənə kimi bu psixoloqların funksiyasını bu şəxslər eləyirdi. Mən demirəm psixoloqun yanına getməsin. Ancaq bir yerə qədər bu kitablarla sən ciddi problemləri həll edə bilərsən.